Hər vaxtınız xeyirli uğurlu olsun mənim gözəl izləyicilərim. O qədər həyəcanlıyam ki, bir neçə gün sonra sizlərin önünə çıxmaq, sizlərlə belə bir həmsöhbət olmaq həqiqətən mənim üçün səmimi deyəcəm, həm sevindirici bir haldır, həm də ki, artıq özümdə bu gücü toplamışam deməkdir. Bilirsiniz ki, çox ağır mərhələlərdən, çox gözləmədiyim bir etaplardan keçdim. Sizlərin dəstəyi, sizlərin gücü, sizlərin mənə olan səmimi münasibəti sayəsində artıq özümdə güc topladım. Dedim, izləyicilərimlə danışmalıyam, onların gözləri önünə çıxmalıyam. Bilirsiniz ki, atam mənim üçün necə bir varlıq idi, necə bir insan idi. Bunu necə sevdiyimi, ona necə dəyər verdiyimi hər kəs, nəinki aləm, nəinki qohumlarım, bütün Instagram əhli, bütün izləyicilərim, hər kəs şahiddir buna. Artıq 2 həftədir ki, mən atamı itirmişəm, artıq o yoxdur. Və o gedəndən bir çox şeylərin şahidi oldum ki, həqiqətən mənim atam sadəcə olaraq dünyasını dəyişib, mənim atam əbədiyyən ölməyib. O sadəcə olaraq bu həyatdan köçüb gedib və o yaşayır, ruhən yaşayır və bizləri görür. Mən bunun şahidi oldum. Və o mənim üzülməyimi istəmir, o mənim ağlamağımı istəmir, o mənim fikir, dərd çəkməyimi istəmir. Və bilirəm ki, o məni görür hal-hazırda. Bu ağrı ilə yaşamaq asan deyil, bilirsiniz ki, mənim səhvəm hansı kontent üzərindən, hansı kontentlər üzərindən davam edir. Və mən belə qərar verdim, izləyicilərimin, dostlarımın, məni sevənlərin sayəsində və bunu vurğulayıram, məni sevənlərin sayəsində artıq işimə qayıdım, artıq o gücü özümdə topladım. Mən istəyirəm səhvəmin idarəsini diqqətli şəkildə, özəlli şəkildə, diqqətli bir kontent üzərindən davam edeyim bir müddət. Mən inanıram, mənim izləyicilərim, məni sevənlər başa düşəcəklər. Çünki mənim işim, mənim ailəmin, mənim övladlarımın, mənim komandamın dolandığı yer, bizim etdiyimiz layihələr sayəsində, həyata keçirdiyimiz əməkdaşlıqlar sayəsində icra olunur. Həyat davam edir. Mənim üzərimdə məsuliyyətlərim var. Mənim böyük bir komandam var. Mənim işçilərim var. Mənim əməkdaşlıq elədiyim böyük bir layihələr var. Sağ olsunlar, bu zamana qədər məni gözlədilər. Və düşünürəm ki, artıq o gücü toplamışam üzərimdə və onlarla artıq istəyirəm diqqətli şəkildə işimi davam edeyim. İnanıram ki, məni izləyənlər, məni sevənlər başa düşəcəklər. Çünki bu mənim işimdir. Necə ki, hər kəsin bir işi var, dolandığı bir yeri var. Bu da mənim dolandığım işimdir, işimizdir. Yəni, sağ olsunlar, bir çox uzun müddətli əməkdaşlıq etdiyim sahələr var ki, onlar məni anlayışla qarşıladılar. Elə bir brendlər var ki, bir müddət mənə möhlət verdilər. Çox sağ olsunlar. Yenə də hər birinə dərin təşəkkürümü bildirirəm, var olsunlar. Ümid edirəm, hər kəs məni anlayışla qəbul edəcək. Ümid edirəm ki, hər kəs mənə dəstək olacaq. Təbii ki, qınayanlar olacaq. Hər zaman bu olacaq. Və mən buna hazıram. Canım, mənim yaralı ürəyim, mənim ciyərim yanır. Heç kəs mənim kimi yana bilməz, heç kəs mənim kimi mənim atamı sevə bilməz, heç kəs mənim kimi mənim atama övladlıq eləyə bilməz. Övsiyəm odur ki, atanızın, ananızın qoxusunu hər zaman daima alın, içinizə çəkin. Çünki onlar bu həyatda hər zaman bizə lazımdılar. Mənim atam istəməzdi mən bu vəziyyətdə olum, bu duruma düşüm. Mənim atam istəyərdi ki, mən güclü şəkildə işimə davam edeyim və mən atamın istəklərini yerinə yetirmək üçün artıq toparlanmağı və artıq ayağa qalxmağı özümə borc bilirəm. Yazırsınız mənə direktdə ki, ağlayırıq, ürəyimiz partlayır. Arifə xanım, nə olar, belə paylaşımlar az eləyin. Ürəyimiz dayanmır, dözmür və mən artıq sizlərə söz verirəm ki, inşallah ki, yenə də enerji dolu Arifəni, asta-asta toparlanan Arifəni birlikdə toparlanacaq, siz məni toparlayacaqsınız. O Arifəni görəcəksiniz inşallah. Sadəcə biraz səbr və sadəcə sizin anlayışınıza ehtiyacım var. İnanıram ki, siz məni anlayacaqsınız. Çox sağ olun. Təşəkkür edirəm. Var olasınız.